əlimdəki 1 kilo çəki daşıdır. Və bu daşlar da salamat daşlardır. Hey hey! Əziz dostlar, əsas o demək deyil ki, daşı biz sındırırıq. Əsas odur ki, daşları sındırandan sonra bu 1 kilo daşı yerə düşmədən tutmaq lazımdır. Burada sürət və hissiyat dərsləri var. Təbii ki, konflikt döyüş sənətinin anlayışı olanlar bunu çox gözəl başa düşürlər. Mən bunları da bu nömrələri göstərirəm, döyüş texnikaları göstərirəm ki, dərk edənlər, idman həvəskarları faydalansınlar. Amma özlərini müdafiə eləmək naminə, kimisə qəlbinə dəymək, kimisə əzmək naminə yox. Diqqətiniz üçün sağ olun.